Həqiqətənmi siz elə düşünürsünüz ki, bu dünyaya əyləncə üçün gəlmisiniz? İndi səni əhatə edən çoxsaylı dostların, qohumların, qardaşların səni aldatmasın. Sən öldükdən sonra tək qalacaqsan. Qəbirə də tək girəcəksən. Haqq hesabını da tək verəcəksən. Həsən-ül Basri rəhiməhullah deyib ki, vallahi əgər siz ölünün getdiyi yeri görsəydiniz, onun dediyi sözləri eşitsəydiniz, cənazəni unudub öz halınıza ağlayardınız. Ölünün ruhu fəryad edib deyəcək ki, ey mənim qohumlarım və övladlarım, bu dünya məni aldatdığı kimi sizi də aldatmasın. Mən dünyadaykən halal harama baxmadan var-dövlət yığdım. İndi isə onlardan başqaları istifadə edəcək. Amma hesabını isə indi mən verməliyəm. Mənim bu durumuma düşməkdən Allaha sığının. Bir gün İbn Mütiyə öz böyük, gözəl evinə baxıb ağlayaraq deyirdi. Vallahi ölüm olmasaydı, sənə baxıb sevinərdim. Belə geniş, gözəl evim olduğu halda, öldükdən sonra dar, qaranlıq və yaş quyuya gömüləcəyəm. Həqiqət bu ikən mən nəyə sevinməliyəm axı deyərdi.